Salam, bugünkü mövzumuz Azərbaycanın daxili suları. Daxili sularda çaylar, göllər, su anbarları, su kanalları, kollektor drenaj və mineral bulaqları öyrənəcəyik. Başlayaq Azərbaycanın çaylarından. Çaylar, Respublikamızın ərazisinin çayları təxminən 8400-ə yaxın təşkil edir və iqlim və relyef xüsusiyyətlərinə asılı olaraq qeyri-bərabər paylanmışdır. Çaylar coğrafi yerləşməsinə görə 4 yerə ayıracağıq. 4 qrupa bölürük. Böyük Qafqazın şimal-şərq yamacının çayları, Abşeron Qobustanın çayları, Talış dağlarının çayları və bir də Kür hövzəsinə aid çaylar. Böyük Qafqazın şimal-şərq yamacının çayları birbaşa Xəzərə tökülən çaylardır. Bu çaylardan Samur çay, Qusar çay, Qudyal çay, Qara çay, Vəlvələ çay, Şabran çay, Dəvəçi çay, Gilgil çay və Ata çayı aid edə bilərik. Samur çayı tranzit çaydır. Rusiya ərazisindən başlayır. Quton dağından başlayaraq Xəzər dənizinə tökülür. Həmçinin Samur, Qusar, Qudyal çayları kanyonvari dərələr formalaşdırır. V şəklində, yəni dərə formalaşdırır. Vəlvələ çayın üzərində Afroca şəlaləsi, Qubran rayonu ərazisində Afroca şəlaləsi vardır. Şabran çay və Dəvəçi çay fərqli çaylardır. Dəvəçi çay Ağzı-Birçala gölünə tökülür. Oradan isə Qaradəhnə çayı öz başlanğıcını götürür. Deməli, Ağzı-Birçala gölü axarlı göl hesab olunur. Həmçində mənşəyinə görə laqun mənşəli göldür. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən yayda bol sulu olan çayları, buzlaqlardan qidalanan çaylar, Samur, Qusar, Qudyal çayları aid edə bilərik. Əsasən iki tektonik zonaya aid edilir. Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması. Samur çayı və Qusar çayları Qusar və Xaçmaz inzibati rayonlarının ərazisindən keçir. Qaraçay, Qudyal çay və Vəlvələ çay isə Quba və Xaçmaz rayonlarının ərazisindən keçir. Yəni hər ikisinin də adlarını çəkdiklərimizin mənsəbləri Xaçmaz rayonu ərazisidir. Abşeron Qobustan ərazisinin çayları əsasən yağış suları ilə qidalanan çaylardır. Bu çaylar mənsəbləri quruyan çaylardır. Yəni əsasən qış və payız aylarında yağış yağdıqları zaman bol sulu olur, quruyan çaylar kimi qeyd edirik. Buranın çayları Sumqayıt çay, Sumqayıt çayın qolları Çigil çay və Qozlu çay. Daha sonra Ceyran keçməz və Pirsaat çayın adını qeyd edə bilərik. Pirsaat çayın üzərində Pirsaat su anbarı var Hacıqabul rayonu ərazisində. Daha sonra Sumqayıt çay isə bir tektonik zonada yerləşir. Talış dağlarının çayları isə burada yerləşən sərhəd çayımız Bolqar çaydır. Əsasən Mahmudçala bataqlığına mənsəbi Mahmudçala bataqlığında yerləşir. Daha sonra Viləş çay, Lənkəran çay, Təngərud çay və bir də Astara çayın adını qeyd edə bilərik. Astara çay sərhəd çayıdır. İranla sərhəddə yerləşir. Lənkəran çayında məcradan kənarda Xanbulan su anbarı var. Növbəti Kür hövzəsinə aid olan çayları qeyd ediləcək. Böyük Qafqazdan birbaşa Kürə tökülən çaylar, yəni Kürün birinci dərəcəli qolları. Bura Ağsu çay, qərbdən şərqə doğru qeyd edəcəm. Ağsu çay, Girdiman çay, hər ikisinin mənsəbi Kürdəmir rayonu ərazisidir. Girdiman çayın başlanğıcı Baba dağından başlayır, yəni mənbəyi Baba dağıdır. Göyçay Zərdab rayonu ərazisindədir mənsəbi. Türyan çay Ağdaş rayonu ərazisindədir. Türyan çayın iki qolu var. Dəmiraparan çay və Tikanlı çay. Dəmiraparan çay buzlaq suları ilə qidalanır və onun üzərində Mucuq şəlaləsi var. Bir də Əlican çay. Əlican çay isə Yevlax rayonu ərazisindədir mənsəbi. Bunlar Kürün birinci dərəcəli qollarıdır.
Sonra kürə deməli bilavasitə deyil, qollar vasitəsilə, digər çaylar vasitəsilə tökülən çayların adını qeyd edəcəyik. Əyri çay, yəni Azərbaycanda yeganə çaydır ki, deməli qərbdən şərqə doğru axan çaydır. Əyri çaya tökülən çaylar, deməli Kiş çay, Şin çay, Daşağıl çayın adını qeyd edəcəyik. Əyri çay özü Qanıq çayına tökülür. Qanıq çayı isə deməli Mingəçevir su anbarına tökülür. Qanıq və Qabırlı çayları hər ikisi Samux rayonu, mənsəbləri Samux rayonu ərazisidir. Və qeyd eləyək ki, deməli Şin çay, Əyri çay Qanıq çayına, Qanıq çayda, yəni Mingəçevir su anbarına töküldüyünə görə onları Kürün deməli 1-ci, 2-ci dərəcəli qollarına görə uyğunlaşdıraq. Kür çayına töküldü Qanıq çayı, onun 1-ci dərəcəli qoludur. Əyri çay Qanıq çayına tökülür, 2-ci dərəcəli qolu. Digərləri isə Şin, Kiş, Daşağıl çaylar isə 3-cü dərəcəli qollar hesab edilir. Burada da digər Araz çayına tökülən çaylardır. İndi onları da qeyd etdikcə bildirəcəyik. Deməli, Mazım çay sərhəd çayıdır. Katex çay başlanğıcına Quton dağından başlayır. Kürmük çayın adını qeyd edəcəyik. Kürmük çayı Qanıq çayına tökülürlər və burada Qaraçay və yaxud da Muxaq çayının da adını qeyd edə bilərik. Bunlar Qanıq çayına tökülən çaylardır. Buranın çaylarının sellər, daşlı, palçıqlı sellər baş verir ki, bu da həmin ərazilərdə böyük tələfatlara səbəb olmuşdu. Sellər qeyd edeyim ki, xüsusiyyətinə görə 3 yerə ayrılırdı. Yəni tərkibinə görə ümumiyyətlə selin 70-80% çöküntülərdən, palçıqlardan, daşlardan ibarət olur. Bu ərazilərdə əsasən Böyük Qafqazın yamacının çaylarında deməli daşlı, palçıqlı sellərdir və Qobustan Abşeronun ərazisindən axan sellər isə, yəni yağış suları ilə qidalandığına görə yağışın miqdarı artdığı zaman palçıqlı sellər əsasən üstünlük təşkil edir. Arid denudasiyon ərazilərdə palçıqlı sellər üstünlük təşkil edir. Qeyd edeyim ki, Pirsaat çayının da deməli mənbəyi Şahnəzər dağından başlamışdı. Bayaq qeyd etməyi unutmuşdum. Deməli Qusar çayın mənbəyi Bazardüzü zirvəsindədir. Qudyal çayın mənbəyi isə Salavat aşırımından başlamışdır. Daha sonra Böyük Qafqazın çaylarını qeyd etdik və Kiçik Qafqazı deməli çaylarını, kürə tökülən çaylarını qeyd edək. Buranın çaylarındakı yəni relyef xüsusiyyətlərinə görə Kiçik Qafqazın şimal-şərq yamacının çaylarını ayrı qeyd edəcəyik. Buradan axan çaylardan deməli İncəsu çayı, Ağstafa çay, Həsənsu, Tovuz çay, Şəmkir çay. Qeyd edeyim ki, deməli İncəsu, Ağstafa, Tovuz çay, Həsənsu və Tovuz çay tranzit çaylardır. Yəni Ermənistan ərazisindən formalaşır və buradan deməli Zəyəm çay, Şəmkir çay, Şəmkir su anbarına tökülürlər. Daha sonra deməli Gəncə çay və Kürək çay. Kürək çay ilə uşaqlar Kürmük çayı bir-birindən belə deyək də bəzən qarışdırırlar testlərdə. Burada kürək, yəni Gəncəyə kürək, Gəncəyə kürəyini diriyib də oradan bir şeydən yadınızda saxlaya bilərsiniz. Deməli Gəncənin mərkəzindən keçən Gəncə çay və Kürək çay. Kürək çay isə əsasən Göygöldən başlayır, Goranboy və Yevlax rayonu ərazisində mənsəbə, yəni Yevlax rayonu ərazisidir. Buradan çaylarında deməli qeyd elədik və burada da bəzən sellər baş verir, daşlı palçıqlı sellər olur. Kiçik Qafqazın cənub-şərq yamacından birbaşa tökülən, kürə tökülən çayların 3 dənəsinin adını qeyd edəcəyik. Tərtər çay, Xaçın çay və Qarqar çay. Yəni bir belə də hecanın təkrarlanmasından olan çaylar var burada. Tərtər, Qarqar, ortada da Xaçın çay. Tərtər çayı deməli onun bir qolda tutqundur və deməli Tərtər çayının başlanğıcı Gəlinqaya zirvəsindən başlayır 3335 metr hündürlükdən. Üzərində də 2 dənə su anbarı var və rayon olaraqdan da Kəlbəcər, sonra Ağdərə, deməli Tərtər və Bərdə rayonları mənsəbi Bərdə rayonudur. Xaçın çayında mənsəbində deməli Bərdədir. Qarqar rayonu mənsəbi isə Ağcabədi rayonudur.
Deməli, Tərtərin üzərindəki su anbarı su qovuşan və sərsəng su anbarıdır. Həm Böyük Qafqazdan Kür çayına tökülən, həm də Kiçik Qafqazdan Kür çayına tökülən çaylar iki tektonik deməli zonada yerləşir. Böyük Qafqaz Kür dağarası çökəkliyi, Kiçik Qafqaz və Kür dağarası çökəkliyi vilayəti. Sonra Araza tökülən çayları isə deməli Naxçıvan ərazisindən başlayaraq qruplaşdırsaq, burada deməli birinci Arpa çay, Naxçıvan çay, Əlincə qalasından yadımızda saxlayın. Çünki şimalda Əlican idi, burada Əlincədir. Əlincə qalası Naxçıvandadır. Əlincə, Gilançay və Ordubad çay. Deməli, bu çaylar əsasən deməli yeraltı sularla qidalanır. Buradan Gilançay və onun Gilançayın da qolu Parağa çaydır və Gilançay isə deməli buzlaqlarla qidalanır. Ona görə də yayda bol sulu olurlar. Həmçinin qeyd edim ki, Gilançaydır, Ordubad çaydır bir tektonik zonada yerləşirlər. Yəni Kiçik Qafqaz qalxmasında yerləşir. Sonra davam etsək, deməli Bəsit çay Araz çayına tökülür, yəni tranzit çaylardır. Oxçu çay ən çox çirklənmiş çaylardandır. Sonra Həkəri çayın qolu Bərgüşaddır və bundan başqa Həkərinin qolu Hocasu və Şəlvənin də adlarını qeyd edə bilərik. Sonra deməli Quruçay və Köndələn çay. Köndələn çay Füzuli rayonu ərazisindədir mənsəbi. Həkəri çayın mənsəbi isə deməli Zəngilan rayonu ərazisindədir. Sonra çirklənmiş çaylarımızdan bir tək burada qeyd etmədik. Qoşqar çayının adını qeyd edəcəyik. Daşkəsəndən çıxarılan alinit yataqlarından tökülür. Yəni çirkab suları əsasən bura tökülür Qoşqar çayına. O da ən çox çirklənən Azərbaycan ərazisində çirklənən çaylardandır. Və qeyd edeyim ki, bir daha deməli Gilan çaydır, Oxçu çaydır, Ordubad çaydır, Bəsit çay, Oxçu çay. Bunlar bir tektonik Kiçik Qafqaz qalxmasında demək yerləşir. Qeyd edim ki, Həkəri çayının mənbəyi deməli Dəli dağdan başlayır və o demək Laçın, Qubadlı, Zəngilan rayonu ərazisindən keçir. Daha sonra Naxçıvanın mənbəyi, Naxçıvan çayının mənbəyi Batabad gölündən başlayır və onun bir qolu Kükü çayı isə Qanlı göldən başlayır və qeyd edim ki, uçqun mənşəli göldür Batabad gölü də və bir də Ordubad rayonu ərazisində Göygöl var. Yəni bizim uçqun mənşəli gölümüzdən fərqli buradakı başqa Göygöldür. Həkəri çayı ilə Bərgüşad çayının arasında Qubadlı rayonunun ərazisində də Yazı yaylası yerləşir. Demək, Araz çayına tökülən Kürün 3-cü dərəcəli qollarından Kükü çay Naxçıvan çaya, Naxçıvan çay Araz çayına, Araz çayı isə deməli Sabirabad rayonu ərazisində Kür çayına qovuşur və nəticədə Kürün 1-ci dərəcəli qolu olmuş olur. Yəni burada qeyd etsək, Araz çayı 1-ci dərəcəli qol, Naxçıvan çayı 2-ci dərəcəli, Kükü çayı isə 3-cü dərəcəli qol hesab olunur. Azərbaycan ərazisindən axan ən uzun çay Kür çayıdır. Kür çayı Türkiyənin Qızılgədih dağlarından başlayır, 2740 metr hündürlükdən -27 metr dərinlikdəki Xəzər dənizinə Qoltuq körfəzinin ərazisində tökülür, Neftçala rayonunun ərazisində. Və Kür çayının deməli ən çox yəni qidalanma mənbəyi 52% qar sularıdır. Ona görə yazda bol sulu olur. İkinci yeraltı su 30%, 18% isə deməli yağış suları ilə qidalanır. Uzunluğu isə 1515 kilometr ərazisindədir. Kür çayı 3 ölkə ərazisindən keçir. Türkiyədən başlayır, Gürcüstan, Tiflisdən, hətta mərkəzdən, paytaxtından keçərək Azərbaycan ərazisindən deməli Xəzər dənizinə tökülür, daxili axarsız hövzəyə. Araz çayı isə Türkiyənin Bingöl deməli ərazisindən, dağlarından başlayır. Kür çayına demək tökülür və
Araz çayının deməli uzunluğu 1072 kilometrdir və onun başladığı hündürlük isə 2990 deməli metr hündürlükdən başlayır və töküldüyü Sabirabad rayonunun Suqovuşan kəndində Araz Kür çayına töküldüyü zaman -11 metr dərinlikdədir. Yəni biz hündürlüyü və onun mənbəyini, mənsəbini, hündürlüyünü bilməklə onun düşməsindən də yəni uzunluğunu bilərəkdən meyilini tapa bilirik. Yəni ona görə bu çayların mənbə və mənsəblərinin hündürlüklərini qeyd edirik. Sonra deməli Araz çayı demək ki bol sulu olması və həmçinin də suyunun az olduğu dövrlər deməli Araz çayında avqust ayında əsasən deməli bu Kür çayında sentyabr və deməli sentyabr ayında az sulu olur. Buna mejen suyun qıtsılı olduğu dövrü deyirik. Aprel ayında isə bol sulu olur çünki qarla qidalandığına görə. May ayında isə Araz deməli bol sulu olur. Buzlaqlarla qidalandığına görə daha gec. Və deməli avqust ayında isə ən az suyunun az olduğu dövrlərdir. Bu belə, yəni Kür çayını belə yadımızda saxlaya bilərik ki, sentyabr və deməli aprel ayı ası, aprel və sentyabr. Apreldə bol sulu, sentyabrda isə suyunun az olduğu dövr. Araz çayında isə deməli avqust və may ayında bol sulu, avqustda isə az sulu olduğu dövr. Qeyd edim ki, Araz çayı 3 tektonik zonadan keçir. Deməli Araz Orta Araz əyilməsindən, Araz Davam platformasından, Kiçik Qafqaz qalxmasından və Kür tektonik əyilməsində. Kür çayı isə bir tektonik, baxmayaraq ki daha uzun və daha böyük bir məsafədən keçir, Kür tektonik çökməsində deməli yerləşir. Və çayları Azərbaycan ərazisindəki çayları qidalanmasına görə qruplara ayırsaq, yeraltı sular, buzlaqlarla və bir də yağış suları ilə qidalanan çaylar. Əsas burada 2 dənəsini yadımıza saxlasaq daha, yəni 3-cünün avtomatik yerdə qalanları da 3-cü olacaqdır. Ona görə bu beləliklə ipucu ilə yadımızda saxlaya bilərik. Deməli, tad, bir də nahaq sözündən belə deyək də yadımızda saxlaya bilərik. Tərtər, Araz, indi Araz bizdə formalaşmasa da nəticədə Arazda testlərdə tez-tez düşür. Türyan çayın yeri gəlmişən qeyd edim ki, mənbəyi Tufandağdır. Sonra Naxçıvanın çayları, Gilançay istisna olmaqla, Həkəri və Qanıq çayları. Bu adların çəkdiklərimiz çaylar yeraltı sularla qidalanan çaylardır. Buzlaqlarla qidalanan çayları bayaq qeyd etmişdik. Samur çay, Qusar çay, Qudiyal çay, Türyan çayın bir qolu Dəmiraparan çay və bir də Gilan çay. Bunlar da buzlaqlarla qidalanırdı. Yerdə qalan ki, digər çayların adlarını çəkəcəyimdə, yəni hansı ki rastımıza çıxsa, məsəl üçün Ağsu çay, Göy çay, Əlican çay və yaxud da deməli digər Xaçın çay, Köndələn çay, sonra Talış dağlarının çayları, yəni yağış suları ilə qidalanır, əsasən yəni yaz payız aylarında bol sulu olur. Ona görə qruplaşdırma yəni apara bilərik. Gəlirik göllərimizə. Göllər Azərbaycan ərazisində deməli gölləri də mənşəyinə görə, yəni yaranmasına görə bir neçə qrupa ayıra bilərik. Azərbaycan ən böyük gölü Sarısu gölüdür. Axmaz mənşəlidir. Yəni Kürün axmazında, meandrında yaranmışdır. Sahəsinə görə ən böyükdür və Sabirabad və deməli İmişli rayonlarının ərazisinə düşür. 2 dənə rayonun ərazisinə düşür. Sonra ən dərin gölümüz isə Göygöldür. 100 metrə qədərdir dərinliyi. Uçqun mənşəli göldür. Göygöl rayonu ərazisində yerləşir. Mənşələrinə görə deməli uçqun mənşəli göllərin adlarını qeyd eləyək. Deməli 1139-cu ildə zəlzələ nəticəsində Kəpəz dağının zirvəsi uçmuş Ağsu çayının qarşısını kəsmişdir və nəticədə burada bir sıra göllər yaranmışdır ki, o göllərdən deməli 3 dənəsi rəng adı, Ağgöl, Göygöl, Qaragöl. Daha sonra 4 dənəsi heyvan adından yadımızda saxlaya bilərik. Deməli Maralgöl, Zəligöl, Şamlıgöl, Ördəkgöl. Bir dənə də ağaclardan Şamlıgöl. Şamlı
Bu da burada yaranan, yəni əsas da belə deyək də böyük göllərdən 8 dənəsinin adı bu formada formalaşdıra bilərik, yadımızda saxlaya bilərik. Daha sonra uçqun mənşəli göllərdən isə Naxçıvandakı deməli Batabət və Qanlı gölün adını qeyd edə bilərik. Bayaqlarında qeyd elədim ki, onlar hansı çayların mənbələridir. Sonra deməli Axmaz mənşəli göllərimizdən Kürün axmazında yaranan göllərdən Sarısunu qeyd elədik. Ağgöl deməli Ağcabədi rayonu ərazisində də həmçinin də ətrafında qoruq var və su quşları qorunur. Daha sonra Duzlu göldür, geri gəlmişkən qeyd edeyim, və Duzdağ gölü, sonra Hacıqabul gölü. Burada bir Mehmana gölünün adını qeyd edə bilərik ki, bu göllər duzlu göllərdir, yəni axarsız göllərdir, mənşəyinə görə də axmaz göllərdir. Sonra Candar gölünün adını qeyd edəcəyik, tektonik mənşəli göldür. Sonra demək ki, Acınahor gölü tektonik mənşəli göldür, axmaz, yəni belə deyək də şorsuludur, duzludur, elə adından da görsənir. Sonra Candar göl qeyd edeyim ki, demək sərhəddə düşən göl. Kürün axmazında yaranan yəni göldür. Adını qeyd edək. Kürün axmazında bayaq tektonik qeyd etmişdim. Daha sonra göllərimizdən deməli tektonik mənşəli göllərə biz Abşeronqobustanın göllərinin adlarını çəkə bilərik. Burada yaranan Binəqədidir, Şorsul göldür, Masazırdır, yəni relik və həmçinin qalıq mənşəli göllərdir. Deməli vulkanik mənşəli göllər, həmçinin Böyük Alagöl, Kiçik Alagöl tektonik mənşəlidir. Vulkanik mənşəli göllərimizə isə Qara gölün adını qeyd edə bilərik. Yəni həmçində Böyük İşıqlı gölü vulkan kraterində formalaşan göllərdəndir. Ağzı Birçala gölü laqun mənşəli göldür. Vaxt ikən dənizin bir hissəsi olmuşdur. Daha sonra burada şirin suludur, su quşları qorunur. Demək, Dəvətçi çayı bura tökülür. Qara Dəhnə çayı isə oradan öz başlanğıcını götürür. Ona görə də şirin sulu göldür. Deməli, Buzlaq mənşəli gölümüzdən isə Tufan gölünün adını qeyd edə bilərik. Deməli, Qəbələ rayonu ərazisində. Acınahor gölü qeyd edeyim ki, Qax və Şəki rayonlarının ərazisində yerləşir. Yəni, iki rayonun ərazisində yerləşir. İndi isə Azərbaycanın deməli, su anbarlarına keçək. Azərbaycanın sahəsinə görə ən böyük su anbarı Mingəçevir su anbarıdır. Enerji verməsinə görə isə ikinci yerdədir. Yəni, su elektrik stansiyasının gücünə görə. Mingəçevir deməli 4 dənə rayonun əhatəsindədir. Samux, Goranboy, Yevlax və Mingəçevir deməli şəhəri ərazisində yerləşir. Daha sonra Şəmkir su anbarı deməli enerji verməsinə görə birinci yerdədir və Şəmkir və Tovuz rayonunun ərazilərinə düşür. Böyükdən kiçiyə saysam Mingəçevir, daha sonra Araz su qovşağı, Naxçıvandakı Araz su qovşağı Araz çayının üzərində yerləşir. Daha sonra Şəmkir, sonra Lənkəran çayının üzərində, yəni bu məcradan biraz kənarda yerləşən Xanbulan su anbarı, sonra Yenikənd və Varvara su anbarlarının adlarını, yəni böyükdən kiçiyə qeyd edə bilərik. Sonra deməli Kür çayının üzərində tikilən su anbarları qərbdən şərqə düşsək Şəmkir, Yenikənd, Mingəçevir, Varvaradır. Ardıcıl tikilən su anbarlarına Kaskad su anbarı deyirik. Sonra Ağstafa çayının üzərində tikilən Ağstafa su anbarı, daha sonra Qazax rayonu ərazisində Coğaz su anbarının adını qeyd edə bilərik. Sonra Tərtər çayının üzərində bayaq qeyd etdik. Tərtər və Suqovşan və Sərsəng su anbarının adını. Sonra Araz çayının üzərində yerləşən ən böyük Araz su qovşağı, daha sonra Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin və Xudafərin həm Cəbrayılda, həm də Zəngilana düşür. Daha sonra Qızqalası, Milmuğan su anbarı, daha sonra isə Bəhramtəpə su anbarının adını qeyd edə bilərik. Sonra Əyriçayın üzərində yerləşən Əyriçay su anbarı, Tovuz rayonu ərazisində Xatınlı su anbarı, sonra Naxçıvan ərazisində deməli Arpaçayın üzərində Arpaçay su anbarı, sonra Uzunoba, Sirab su anbarlarının adlarını qeyd edə bilərik Naxçıvan ərazisində. Sonra əsas su anbarlarımızdan deməli İsmayıllı rayonunun ərazisində
Yeçəxana Aşıq Bayramlı, Ağsu çayının üzərində isə Cavanşir su anbarının adını çəkə bilərik. Yəni bu ikisi testlərdə də çox düşür. Ceyranbatan su anbarı Abşeron ərazisində yerləşir. Samur çayından, deməli Samur-Abşeron kanalı vasitəsilə məcradan kənarda yerləşən çaydır. Ora yəni su çəkilmişdir. Sonra deməli Pirsaat çayının üzərində Pirsaat su anbarının adını, sonra Bolqar çayının üzərində Bolqar çay su anbarını qeyd edə bilərik. Qəbələdə Nohur Qışlaq su anbarının adını qeyd edə bilərik. Taxta Körpü su anbarı da deməli Şabran rayonu ərazisindədir və deməli Taxta Körpü həmçinin də su elektrik stansiyası da orta ölçülü su elektrik stansiyası 2 dənədir. Taxta Körpü və Ordubad su elektrik stansiyaları orta ölçülüdür. Bir də kiçik ölçülü su elektrik stansiyaları vardır. Hər deməli su anbarında və ya da hər çayın üzərində su elektrik stansiyası yaratmaq mümkün deyil. Bunlardan kiçik ölçülü su elektrik stansiyalarına isə deməli Oğuz, Balakən, sonra deməli İsmayıllı, Göyçay və Astaranın adlarını qeyd edə bilərik ki, bunlar deməli orta ölçülü su elektrik stansiyaları tikilən çaylardır.